Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nestaîn. Sallallahu ala seyyidina Muhammedin və alihi tahirin. Salamlayıram hər birinizi, dəyərli tamaşaçılar. Xoş gördük sizi Ramazan ayının 13-cü günündə. Allah ibadət və itaətlərinizi ən ali dərəcədə qəbul etsin. Bugün bir daha yeni və gözəl bir ayə ilə qarşınızdayıq. Əminəm və yəqinim var ki, həqiqətən də bu ayə bizə bir çox şeyləri xatırladacaq ki, bəlkə də biz bunu diqqətdən kənarda qoyuruq. İbrahim surəsi 7-ci ayə. Qurani Kərimin 13-cü cüzündə olan bu ayədə Allah Taala mühüm olan iki nöqtəyə toxunur ki, bu bizim həyatımızın hər bir sahəsində bizə lazımdır. Bismillahirrahmanirrahim. La in şekertum la azidennekum ve la in kefertum inne azabi leşedid. Əgər şükr etsəniz, mütləq sizə nemətimi artıracağam. Əgər nankörlük etsəniz, bilin ki, həqiqətən əzabım çox şiddətlidir. Allah Təbarək və Teala bu ayədə iki gözəl nöqtəyə toxunur. Hansı ki, həyatımızda bütün yaxşılıqların qapısını üzümüzə açacaq nöqtələrdən biri və bütün pis şeylərin, yəni mənfi şeylərin qapısını həyatımızda bağlaya biləcək şeylərin nöqtəsini də burada qeyd edibdir. Hansı ki, bir çox insanlar bilmirlər ki, öz həyatlarındakı gözəlliklərin qapısını necə açsınlar. Ayədə Allah Taala ilk növbədə deyir ki, siz əgər şükr etsəniz, nemətlərimi sizə artıracam. Yəni, şükr etməyi nemətlərin artmaq, ruzinin artmaq səbəbi kimi göstərir. Və ikinci nöqtədə də deyir ki, yox, əgər nankör olsaz, yəni verdiyim nemətlərə diqqət yetirməsəz, şükr etməsəz, küfr etsəz, bilin ki, o zaman əzabım çox şiddətlidir. Həqiqətən əzabım çox şiddətlidir. Yəni Allah Taala çatdırmaq istəyir ki, ey insan, sənə verdiyim nemətlər üçün şükr elə və qədrini bil. Əgər qədrini bilsən, o zaman nemətlər çoxalacaq. Xeyir qapıları daha da çox artacaq sizin üçün. Və indiki gündə biz baxırıq ki, insanların çoxusundan hal-əhval tutanda, dindirəndə, adi bir necəsən soruşanda elə birinci sualın cavabından eşidirik ki, şikayətlər başlayır. Necə olacam, filan şey belə oldu, nə bilim filan kəsə Allah Taala baxırsan ki, insanlar belədir, elədir, filan kəsə Allah Taala daha çox yetirir. Nə bilim ticarət sahəsində deyirlər ki, bazar yoxdur. Gah məsələn deyirlər, əlhəmdülillah, necə olum? Adicə Allaha həmd eləməyi belə kinayə ilə edirlər. Yəni şikayətlərin ardı arası kəsilmir. Və yaxud bir də görsən ki, belə bir kinayələrdən istifadə olunur ki, babatam belə də, və yaxud bir də görsən hansısa bir kinayələrdən istifadə olunur ki, qeyd edirlər ki, yaxşı deyən yaxşı olsun da, minnət vuran kimi. Bu zaman sözsüz ki, xeyir qapılarına öz üzümüzə bağlamış oluruq. Və həyatda yaxşı olmağın sirrini biz bu ayədə tapırıq. Nemətləri görmək, nemətləri ən birinci növbədə görmək, daha sonra onun qədrini bilib, şükrünü əda etmək. Çoxunun şikayəti məhz sahib olmaq məsələsi deyil. Yəni, insanlar naşükür olanda hər nə qədər onlara nemət əta edirsən et, fərqi yoxdur. Yenə də şikayətçi olacaq. Çoxunun problemi həyatda sahib olduqlarını görməməkdir. Yəni, İnsanların əksəriyyətinin problemi sahib olmamaq deyil, sahib olduqlarını görməməkdir. Və insan öz sahib olduqlarını görmədikdə naşükürlük edir sözsüz ki, Allahın nemətlərinə küfr edir. Nemətləri görməməzlikdən gəlirlər. Halbuki biz əgər Allahın nemətlərini saysaq, saysız hesabsızdır və biz hətta onun verdiyi sadəcə nəfəs çəkmək, gözlə görmək, yəni gözün nuru nemətini belə haqqını əda edə bilmərik. Əgər başımızı səcdədən qaldırmasaq, bir ömür səcdə etsək, yenə də Allahın verdiyi nemətlərin haqqını əda edə bilmərik. Və yaxşılıq və nemətləri görmək lazımdır Allah tərəfindən və insanlar tərəfindən. Qeyd edim ki,
Allahın verdiyi nemətləri gördükdən sonra insanlar gərək hətta başqa insanların bizə bəxş etdiyi şeylərin də haqqını əda etsinlər, təşəkkür etməyi öyrənsinlər, şükr etməyi öyrənsinlər. Çünki hədislərdə gəlib ki, bəndəyə təşəkkür etməyən Allaha da şükr etməz. Həqiqətən də bu belədir. Həyatımızda əgər yaxınlarımızın, dostlarımızın bizə etdiyi xırda yaxşılıqların belə müqabilində təşəkkür etmiriksə, o zaman Allaha olan şükrü də düzgün əda etməmiş olarıq. Və fərdi və ictimai həyatda həqiqətən də insanın şükürlü olması, təşəkkür etməsi böyük bir nemətdir. Əgər insan şükr etməyi bacarırsa, Allahın nemətlərini, insanların ona etdiyi xidmətləri görə bilirsə, təşəkkür edə bilirsə, bu böyük bir nemətdir. Ümumilikdə, gəlin baxaq görək ki, ümumiyyətlə şükür dedikdə, yəni nə nəzərdə tutulur, şükür özü nədir? Şükür, yəni nemətləri tanımaq ən birinci növbədə. Yəni mən baxıram, görürəm ki, bəli, Allah mənə danışmaq qabiliyyəti verib, ünsiyyət qurmaq istedadı verib, Allah Teala mənə dünyaya işıqlı gözlə baxmaq neməti verib. Əlbəttə, istisnai hallarda insan gözü ilə də imtihan ola bilər. Allah Teala mənim hər gün ruzimi yetirir, gəzə bilirəm, əlimi hərəkət etdirə bilirəm. Bütün bu şeylər hamısı nemətləri tanımaq misalındadır ki, üzərində düşünməklə əldə olunur. İkinci növbədə isə qəlbən, dildə və əməldə verilən nemətlərin qədrini bilmək. Yəni, həm qəlbimdə, həm dilimdə, həm də əməlimdə naşükürlük etməyim, Allahın verdiyi nemətlərin qədrini bilim. Yəni, Allah Teala bu ayədə deyir ki, onun nemətlərinin şükrünü edək, nemətləri artırar bu zaman və nemətlərə küfr etmək isə bizə əzabdan başqa bir şey verməz və Allahın əzabı şiddətlidir. Yaxşı, bəs biz bu zəminədə, bu sahədə necə rəftar edək, necə əməl edək ki, şükr edənlərin sırasından olaq və özümüzü o dəstəyə qoşaq? İlk növbədə sadə bir üsul təqdim etmək istəyirəm sizin huzurunuza, sizə. Ən sadə üsullardan biri budur ki, yəni hətta böyük alimlər belə tövsiyə edirlər ki, istəyirsinizsə şükr edən bəndə olasınız. Hər gecə ən az 3 nemət haqqında bir dənə vərəqin üzərində dəftərçə tutun, dəftərçənin üzərində yazın. Allahın bizə bəxş etdiyi 3 nemət haqqında yazaq. Və bu nemətlərin şükrünü əda etməyin yollarını da sizə qeyd edim ki, məsələn, əgər bizim sağlamlığımız varsa, sağlamlıq yazaq. Allahın mənə verdiyi nemətlərdən biri sağlamlıqdır. Və sağlamlığın müqabilində şükrünü əda etmək üçün nə etməliyəm? Əvvəla bunu düşünmək, üzərində düşünmək və bunun üçün qəlbən şükr etməkdən əlavə mən məsələn, idman edərək öz sağlamlığımı qoruyaraq şükrünü əda edirəm. İkinci növbədə, əgər məsələn, ailə neməti veribsə mənə, ailəm varsa, övladlarım varsa, həyat yoldaşım varsa, onlara məhəbbət göstərməklə şükr eləməyə çalışıram. Və əgər Allah Teala bizə zaman verir, zamanım varsa, zamanımı proqramlaşdırmaq vasitəsilə şükrünü əda edirəm. Nəinki zamanımı hər kəsə xərcləyim, hər sözlə, hər işlə sərf edim və nəticədə də nankörlük olsun. Məsələn, əgər Allah Teala mənə göz veribsə, gözün haqqı budur ki, şükr etməyin yolu budur ki, mən naməhrəmə baxmayım, haram şeylərə baxmayım, ondan düzgün istifadə edim. Və ilaxır, bu cür məsələn biz məşq edə bilərik. İkinci növbədə əlimizdə olanlardan kömək edək. Yəni, bizim əlimizdə hansısa nemətlər varsa, o nemətləri digərləri ilə paylaşaq, digərlərinə xeyriyyə işlərində dəstək olaq. Və üçüncü növbədə, əgər əlimizdə nəsə yoxdursa, əlimizdə olan nemətləri, tez əlimizdə olan nemətlərə diqqət yetirək. Nəinki insanların bir çoxu kimi ancaq o yoxdur, bu yoxdur, vay filan kəsdə var, məndə yoxdur. Bu kimi şeyləri düşünmək əvəzində Allahın mənə verdiyi nemətlərə diqqət yetirim. Məsələn, ən sadə nemətlərdən biri budur ki, eşitmək, görmək və nəfəs almaq və hətta danışmaq. Təsəvvür edin ki, lal olan insan öz hisslərini, öz duyğularını heç vaxt söz vasitəsilə çatdıra bilmir. Halbuki gözəl şəkildə danışmaq, gözəl şəkildə öz fikirləri və ifadə etmək
nə qədər böyük bir nemətdir. Bəs deməli, ən sadə bizə verilən nemətlərin üzərində düşünmək və nə yoxdursa onları arxa plana atmaq. Yəni ikinci dərəcəli, yox olan şeylərin üzərində çox dayanmadan verilən nemətlərin üzərində qalmaq və düşünmək. İnşallah ki, Allah Taala bu gözəl ayda nəsib etsin ki, biz islah olaq, tərbiyələnək və şükr edənlərin sırasında olaq və aqibətimiz xeyirli olsun inşallah. Bugünlük sizi Allaha əmanət edirəm. Sağ olun, salamat qalın.